Oğlum dedi ki bu vətəni mən qorumayanda kim qoruyacaq? Ana mən getməyim, o getməsin, o birisi getməsin və kim getməlidir? Aldı bir balaca yeməyin əlinə düzəldi yola getdi. Axırı da budur. Axırı da budur. Verilən qiymət də budur. Şəhidlər xiyabanda dəfn olunmalıdır, fəxri xiyabanda dəfn olunmalıdır. Qurtardı getdi. Şəhidlər niyə ayrılır? Buralar olmamışdan qabaq qardaşımın qəbrinin üstündə inək gəlib düşdü. Şəkil də var, internetdə də var. Araşdırsaz baxa bilərsiniz. Hansı dövlət işçisi öz əzmi gəlib bura basıra və bu şəhidlərin üzərinə qoyulan qərənfili gülü maldara gəlsin yesin. Bunu dövlət götürər, qəbul eləyər bunu. Qarabağ uğrunda minlərlə müsəlman Azərbaycan balası şəhid olub. Onların arasında xüsusi qəhrəmanlıq göstərərək milli qəhrəman adına nail olanlar da az deyil. Amma nədənsə paytaxt Bakıda ancaq Yəhudi Albert Aqarunovun şəninə heykəl ucaldılıb, onun şərəfinə ölkədə hər il idman yarışları və digər müxtəlif tədbirlər keçirilir. Yubileyləri təntənəli surətdə qeyd edilir. Mərkəzi televiziya kanalları onunla bağlı tədbirləri geniş işıqlandırır. Hətta milli qəhrəman Albert Aqarunov ordeni Dədə Qorqud fondu ilə Dağ Yəhudiləri icması tərəfindən təsis edilib. Ölümündən sonra isə 2014-cü ildə Albert Aqarunov Vətən övladı ordeni ilə və 2016-cı ildə Həzi Aslanov ordeni ilə təltif olunub. Yəni 22-24 il ölümündən sonra Azərbaycan Müdafiə Nazirliyi rəsmən onun xatirəsini yad edir və yubileyini qeyd edir. Albert Aqarunov haqqında Azərbaycanda 3 sənədli film çəkilib. Bakıda vaxtı ilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonu Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilir. 2019-cu ildə Bakının Nərimanov rayonunda ona heykəl qoyulub. Bizi narahat edən odur ki, nəyə görə başqa milli qəhrəmanlara belə diqqət ayrılmır? Əgər o Azərbaycanın digər xalqlarından olduğuna görə belə xüsusi statusa layiq görülübsə, onda Qarabağda minlərlə müsəlman Tat, Ləzgi, Talış, Kürd, Rus, Avar, Saxur və sair şəhid olduğu halda bircə nəfər şəhid olan Yəhudini bu qədər təbliğ edib Bakıda onun şərəfinə heykəl ucaltmağın adı nədir? Albert Aqarunovun heç bir əlahiddə strateji xidməti olmaya Azərbaycanın bir sıra siyasətçiləri, müxalifətçiləri özünə borc bilir ki, gedib onun məzarı üstündə riyakarlıq eləsin. Maraqlıdır ki, onu yad edəndə İsrail bayrağı da gətirilir. Nəyə görə? Məgər Albert Aqarunov İsrail vətəndaşı olub? Albert Aqarunov Azərbaycan vətəndaşı olub. Deməli yerli Azərbaycanlı Yəhudisi olub. O sadəcə vətən qarşısında borcunu yerinə yetirib. Azərbaycanda 5-6 nəfər milliyyətcə Rus milli qəhrəman var. Onları heç yad edən yoxdur. Rusiya bayrağını gətirən yoxdur. Azərbaycanda şəhid olan çoxlu sayda İranlılar, Əfqanlılar da var. Onların xatirəsinə bir abidə varmı? İran və Əfqanistan bayraqlarını görürsünüzmü? Təntənəli yad etmə mərasimlərini görürsünüzmü? Heç görməyəcəksiniz də.